Salam dəyərli izləyicilərim, kanalıma xoş gəldiniz. Uzaq Şəhər dizisinin 25-ci bölüm özəti və kareləri yayınlandı. Cihanın həbsxanaya planlı şəkildə girməsi düşmən tərəfdə olan hər kəsi narahat edərkən onun niyyətinin nə olduğu çox keçmədən üzə çıxır. İçəri girdikdə Buranın canına qıyanın kim olduğunu öyrənmək üçün Ecimlə Halisin üstünə gedir. Digər tərəfdə isə malikanədən qovulan Alya bunu əsla qəbul etməyib, malikanənin qapısını yandıraraq içəri daxil olur və bu şəkildə hamıya küldən yenidən doğulduğunu göstərir. Cihan həbsxanadan çıxdıqda Alyanın yanında olub onu Sədaqətə qarşı qızışdırmamaq üçün anasına qarşı çıxmaqdan çəkinmir. Sədaqət isə Alyanın tək başına ayaqda dura bilməyəcəyini başa düşdüyü üçün ümidini Minəyə bağlayır. Cihan hər tərəfdən sıxışdırıldıqda içəridən qaynaqlanan Alboraya qarşı da savaşmaq məcburiyyətində qalır. Alya bu qarşıdurmanın ortasında qalarkən Cihan Alyanı xilas etmək üçün həyatını təhlükəyə atmaqdan qorxmur. İşlər bu qədər qarışıq və təhlükəli hala gəlmişkən Buranın qatilinə çox yaxınlaşır. Cihan bu bilinməzliyi həll etməyə bir adım daha yaxınlaşarkən Alyanın heç yaşamadığı bir ağrını yaşayacağından hələ xəbərsizdir.